الله الرحمن الرحیم رب اشرح لی صدری و یسر لی امری واحلل عقدة من لسانی یفقهوا قولی. İmam Hüseyin'in pak ve mütehhər körpə qızı olan Ruqəyyənin inşallah ruhun bu məclis tərəfindən şad eləyək, salavat zikr eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil faracahum. Bugün hamımız inşallah xanım Ruqəyyənin məclisinə gəlmişik. Hamımız inşallah bu gecə əli boş qayıtmayaq bu məclisdən. Və bu əziz gecədə, əziz gündə inşallah cəmi dünyadan gedənlərimizi yad eləyək, onların haqqında da salavat zikr edək. Alim, üləma, müştehidlərimiz və rəhbərimiz ki, dünyasını dəyişiblər inşallah. Allah onları İmam Hüseyin ağı ilə məşhur eyləsin, Peyğəmbər və ali Peyğəmbərə salavat zikr edək. Və sağ qalan alim müştehidlərimiz və rəhbərimiz inşallah onların da ömürləri uzun olsun, vücudları bir bəla olsun, Peyğəmbər və ali Peyğəmbərə salavat zikr edək. Və inşallah tezliklə müsəlmanların tağuta, zülmə qələbə çalması və xüsusi olaraq İran İslam ölkəsi, müsəlman qardaşlarımız, Amerika və Siyonist rejiminə inşallah tezliklə qələbə çalsınlar, Peyğəmbər və ali Peyğəmbərə salavat zikr edək. İnşallah hamımız gəlmişik bu gecə İmam Hüseynin Nazlı Ruqəyyəsinin məclisinə və inşallah bu gecə təvəssül eləyirik ona. Və inşallah maddi və mənəvi müşkillərimiz çoxdur. İnşallah o xanıma təvəssül eləyək, niyyət eləyək inşallah o məclisinə gəlmişik. İnşallah Allah xanım Ruqəyyə xatir cəmi maddi və mənəvi müşkillərimizə tezliklə fərəc inayət eləsin. Bir Quran ayəsi müqəddimə olsun inşallah mövzumuza. Bunu siz əzlərin nəzərinə oxuyayım. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Fəcəalnahu səmi'an bəsiran. İnna hədəynahu səbila imma şakiran və imma kafura. Sədəqallahul əliyyül əzim. Ki ayənin tərcüməsi budur ki, Allah təbarəkə və teala buyurur ki, biz insan üçün həm görməklik bəsirət qərar verdik onda, bəsirət var onda insanda, həm eşitməklik var. Və bu bəsirət sahibi olan, görən insan, eşidən insan, yəni düşünən insan və yolu da qərar verdik, yolu da göstərdik ki, istər şükür əhli olsun, İstər küfr əhli olsun. Yəni, biz hər iki yolu göstərdik. Bir şükür edənlərin yolu var, bir küfr edənlərin yolu var. Və maraqlısı budur ki, əvvəl insana Allah bir bəsirət verir, deyir ki, mən insanda bəsirət qərar vermişəm, görməklik qərar vermişəm. Və həmçinin də eşitməklik qərar vermişəm. Yəni bu bəsirətin, bu görməyin, düşünməyin, eşidib düzgün düşünməyin, təfəkkür eləməyin vasitəsilə insan bu iki yoldan birini seçməlidir. Yəni bu bəsirət və eşitmək və təfəkkür və düşüncəni ona görə qərar vermişəm. Bu ixtiyarı ilə insan görməkliyi ilə, düşünməkliyi ilə, fikirləşməyi ilə insan və iki dənə də yolu qərar vermişəm ki, insan özü seçsin bu yolu.
İndi bir dəstə insan gəlir, görsə də, eşitsə də, əqli də olsa, düşüncə sahibi də olsa, bir dəstə gəlir küfür yolunu seçir, bir dəstə gəlir şükür yolunu seçir. Məsələ bundan ibarətdir ki, bir insan bəsirət sahibi ola, insan əql sahibi ola, insan görmək qabiliyyəti var, eşitmək qabiliyyəti var, düşünmək qabiliyyəti var və insanın fitrətində bir çox Allah Təbarəkə və Teala dəyərlər qərar verib və insan başqasından fərqlənir, başqa varlıqlardan fərqlənmək cəhəti var insanda. Və nə cür olur düşünən bir insan, görən bir insan, eşidən bir insan niyə gəlib küfür yolunu seçə bilir? Niyə gəlir küfürə düşür? Niyə gəlir şükür yolunu seçmək əvəzinə, şükür əhli olmaq əvəzinə insan gəlir küfür əhli olur? Yəni başqa bir ibarətlə desək, yaxşı olmaq insan obrazı var, pis insan olmaq bir obrazı var. Və bu rolları, bu obrazları seçmək üçün də Allah bir əql verib, bir düşüncə verib, təfəkkür verib. Bununla belə ki, bu düşünməklik, bu təfəkkür ki, yalnız insana məxsusdur və bu insan niyə yaxşı olmaq insan rolunu seçə bilmir? Səbəb nədir? Yəni başqa bir sözlə desək, biz neyniyək şükür əhli olaq? Biz neyniyək düz yolda olan olaq? Biz neyniyək Peyğəmbər və Ali Peyğəmbərin arxasıca gedək? Necə eləyə bilərik? Necə eləyək biz yaxşı insan olaq? Yaxşı insan nə deməkdir ümumiyyətlə? Yaxşı insan deyil, filan kəs yaxşı insandır. Yaxşı insanın ölçüləri nədir? Yaxşı insan meyarı necədir? Biz yaxşı insanı, pis insanı, yaxşını, pisi, ədaləti, zülmü, nuru, zülməti necə seçə bilirik? Bunun üçün ölçü vahidi nədir? İnsan necə seçə bilir? Bu elədir ki, bugün dünyada bütün bəşəriyyət, bütün insanlar irqindən, dinindən, məzhəbindən asılı olmayaraq hamı deyir ki, ədalət yaxşıdır, hamı deyir ki, zülm pisdir. Hamı deyir ki, yaxşı insan yaxşıdır, pis insan pisdir. Hamı deyir ki, bu qaradır, bu da qırmızıdır. Hamı deyir ki, bu düzdür, bu səhvdir. Amma məsələ bu düzlüyün və səhvliyin. Niyə insan bunu bilir, amma insan bunu seçə bilmir? Seçim məsələsində insan aciz qalır. Bax, məsələ budur. Bunun bir çox səbəbləri var ki, mən vaxtınızı çoxalmayım deyə bir neçə nöqtələr var Quran və Peyğəmbər sünnətindən olan hədislərimiz və ayələrimizə əsasən biz yaxşı bir insan olaq, şükür əhli olaq, biz düzgün həqqi batildən seçə bilək deyə dildə yox ha, dildə hamı deyir ki, haqq nədir, batil nədir? O dediyimiz o cümlə ki, haqq budur, ədalət budur. Ədalət, yəni hər bir şeyi öz yerinə qoyan bu tərifi deyirik, bu cümləni deyirik, amma əməldə bu yoxdur. Biz deyirik, ədalət gözəl bir şeydir, amma ədalətli ola bilmirik. Biz deyirik, ədalət yaxşı bir şeydir, amma ədalət içində yaşaya bilmirik. Biz deyirik, azadlıq gözəl bir şeydir, amma azad ola bilmirik. Bunun üçün insan nə etməlidir? Məxsus mömin qardaşlarım, məxsus möminlər nə etməlidir? Nə cür biz eləyək? Həm azad sözü bizdə olsun, həm azad kimi yaşaya bilək, həm ədalət bizdə bərqərar olsun, özümüz ədalətli olaq, həm ədalət içində yaşayaq. Bu necə bunu əldə eləyə bilərik? Bir çox dediyim kimi səbəblər qeyd eləmişəm, amma 2 dənə səbəb siz əzlərə deyəcəm. Onun birincisi ariflərin tövsiyyəsidir. Mərifət əhlinin tövsiyyəsidir. Ki insan
yaxşı bir insana çevirilə, şükür əhli ola, həm ədalətli ola, həm azad ola, həm aram ola. Birinci tövsiyə yenə də ariflərin hədislərdən və mənbələrdən, Peyğəmbər və Ali Peyğəmbərin mənbələrindən deyilən sözlərdən çıxan hədislərə əsasən sözlərdir. Elə bilirəm ki, bu lazımlı bir şeydir. Bu nə deməkdir? Bu müasir elmdə də bu məsələlər var. Allah rəhmət eləsin, Şəhid Mütərrib bu barədə geniş şəkildə bəhs edib. O, insan yaşamında, insan həyatında olan dəyərlər var ki, Allah qərar verib o dəyərləri, o ərzişləri. İnsan bu dəyərlərdə etidal bir vəziyyət yarada bilər. Yəni mu'tədil ola. Yəni nə deməkdir mu'tədil? Nə ifrat eləyə, nə təfrit eləyə. O dəyər bildiyimiz insan yaşayışın dəyərə çevirə bilir. Özü bir dəyərdir və o dəyərin vasitəsilə insan dəyərli ola bilər, həyat dəyərli ola bilər. Onun birincisi misal üçün ibadətdir. İnsan ibadətində nəyi qorumalıdır? İnsan ibadətində buyururlar etidal, orta bir vəziyyəti, nə ifrat vəziyyətin, nə təfrit vəziyyətin. Bu nə deməkdir bu? Məsələn, mən namaz qılıram. Namaz qılmağımda, ibadət eləməyimdə mən nə etməliyəm ki, nə ifrata varım, nə təfritə. Bunun mənası bu deyil. Məsələn, mən çox ibadət eləsəm, ifrat elədim. Az ibadət eləsəm, təfrit elədim. Yox. Mən bunu demək istəyirəm. Alimlərimiz bunu demək istəyib bizə. Məsələn, ibadətin biri namazdır. Düz. Bir insan namaza möhkəm bağlanır. Gecə gündüz namaz qılır. Gecə gündüz namaz qılır. Və deyir ki, bu namazdan başqa heç bir şey yoxdur. Namazdan yalnız bütün o ibadi dəyərləri gəlir, namazda qərar verir. İbadətində qərar verir. Yəni, başqa şeylər unudulur, insanda unudulur. Misal üçün, məsələn, namazdan başqa bir ibadətimiz var. Namazdan başqa məsələn, ibadətimiz nədir? Məsələn, oruç tutmaq. İnsan gəlir, bütün dəyərləri namaza həsr eləyir, oruca yox. Ya başqa bir sözlə desəm, bir insan gəlir, ömür boyu oruç tutur, oruç tutmaqlıqla, ibadət eləməkliklə deyir ki, bundan üstün bir şey yoxdur. Halbuki, yəni, bax, burada gətirib hər nəyi namazda, orucda və yaxud Kərbəla ziyarətinə, Ərbəyinə getməklikdə kiçiltməməlidir məsələni. Burada ifrat və təfritə varmamalıdır. Məsələn, ancaq namazdır və səlam, namazdan başqa cihadın dəyəri var. Namazdan başqa, orucdan başqa mübarizə də bir dəyərdir. Hə? Və yaxud bunun əksi, bir nəfər mübarizdir, gələ deyək ki, namaz nədir? Əsas budur, mübarizədir. Bu da səhv eləyib. Bu da ifrata, təfritə varıb. Namazın öz yeri var, mübarizənin öz yeri var, orucun öz yeri var, həccin öz yeri var, Kərbəlanın öz yeri var. Yəni, Allah bunlar hamısı dəyərlərdir və hər dəyərin özünə məxsus bir insanı dəyərə çatdırmaq qabiliyyəti var. Yəni, ibadətdə biz etidal olaq, mənası budur. Və yaxud başqa bir misal vurum. Məsələn, ən böyük ibadətlərdən biri xəlqə xidmət eləməkdir, cəmiyyətə xidmət eləməkdir.
Məsələn, bir nəfər gəlir, fikirləşir ki, ancaq mən ehsan işi görəcəm. Və ancaq bütün ehsanları o verir. Bütün yeməkləri filanları o verir. Və deyir ki, bundan üstün savab bilmir. Hər bir o dəyərlər var ki, ayrı-ayrı özlərinin yeri var. Gətirir, hər nəyi nədə bağlayır? Ehsan verməklikdə. Deyir, yalnız ehsan verdinsə, fsə qurtardı. Belə deyil, ehsanın da öz dəyəri var. Və yaxud bir nəfər xidmətçidir, ayaqqabı düzəldəndir, ayaqqabı orada yığır. Deyir, bundan gözəl üstün ibadət yoxdur. Bütün dəyərləri onun üstünə gərək qərar verməsin. Hər şeyin öz yerin bilsin. Mutədillik, etidal olmaq budur. Namazın öz dəyərin bilsin, mübarizənin öz dəyərin bilsin, xidmət eləməyin öz dəyərin bilsin, ehsan verməyin öz dəyərin bilsin. Bu məsələlərdə insan neynəsin? İfrat və təfrit eləməsin. İnsan bunları eləyə bilsə, vaxtı hər şeyin, dəyərin öz yerində qərar verə bilsə, bu səbəb olur, insan yaxşı bir insana çevrilir. Şükür əhlinə çevrilir. Məsələn, bir dəstə qalxıb bir mübarizə aparır, məsələn, bir dəstə oturub Quran dərsi verir. Heç birinin haqqı yoxdur bir-birin neynəsinlər? Bir-birinə bəhs eləsinlər ki, mənim işim yalnız bu işdir, sənin işindən üstündür, filandır, mənəm yox. Bəli, hər bir şeydən üstün Quran bizə deyir ki, o dərs verənin də, oturmağın da, qəlbində dua eləyənin də, pulundan keçənin də hamısının öz yeri var, amma canından keçənin məqamı üstündür. Quran dərsi verənin də ixtiyarı yoxdur ki, qalxıb başqa bir işi görəni qınasın. Buna da yenə nədir? Bizim ixtiyarımız yoxdur. İbadət də belədir. Allah rəhmət eləsin Şəhid Dəstiğeyev ağanı. Mübarizə vaxtı, İslam inqilabı vaxtı Şeyx Dəstiğeyev ağa böyük şəxsiyyətlərdən biridir. Məsciddə dərs keçirdi. Ahirət mənzillərinə səyahət dərsləri keçirdi. Bəziləri onu qınıyırdılar. Əxlaq dərsi keçirdi, insanlara öyrədirdi. Məsələn, bu belədir, o elədir. Qəbir evində sual-cavab var, inkir-münkir var falan. Bu cür dərslər deyirdi məsciddə. Ham onu çoxları, bəziləri əlbəttə, onu qınıyırdılar. Camaat bu dəqiqə nə haydadır, bu da gəlib oturub burada neynir? Quran dərsi verir. Və yaxud bunun əksi olsun. Biz burada, məsələn, bu büyün Quran dərsi vermək vaxtıdır, bu da çıxıb mübarizə aparır. Bunun da haqqı yoxdur. Yəni, biraz diqqət eləsiniz, nə demək istəyirəm, tutasınız. Şəhid Dəstiğeyev ağayan lağ eləyirdilər. Amma düşmən gəldi, neynədir? Düşmən gəldi mehrabda, Ayətullah, Şəhid Dəstiğeyev ağa namaz qıldığı yerdə bomba qoydular, Şəhid Dəstiğeyev ağanın heç tikəsi də tapılmadı. Niyə onu öldürdülər, şəhid elədilər? Amma məsələn, mübariz adamlara məsələn terror elədilər, amma lazımı şəxsiyyətlərə niyə eləmədi? Niyə düşmən imini gəldi onu orada partlatdı? Çünki düşmən bunu yaxşı dərk eləyir ki, Dəstiğeyev ağanın verdiyi o qəbir gecələri, sorğuları dərsindən öyrənənlər çıxıb küçədə mübarizə aparır. O olmasa o da olmaz. Ayətullah Dəstiğeyev ağanı bu cür şəhid elədilər. Bəs biz ibadətimizdə o dəyərlər var ki, o dəyərlər olmasa insan cəmiyyəti hədərdir və o dəyərlərdə biz gərək nə edək? Bir-birimizi hər kəsən öz bacardığı vəzifə, təklif bildiyi, gücü çatacağı bir işdə nə etsin? Həm müdafiə eləsin, həm öz işin gözəl şəkildə aparsın qabağa və bir-birində insan qınamasın. Mən gecə namazı qılıram, sən qılmısan, qınamasın. Mən namazımda
təqibat namaz eləyirəm, sən təqibat namaz eləmirsən. Sən namaz elə qılırsan, gedirsən. Yox, belə olmasın. Birinci məsələ budur. İnsan gələ bir məqama, şükür əhlinə çata. İkinci ki, mühümdir, o birilərin üstündən də o biriləri oxumayacağım sizə. İkinci məsələ itaət məsələsidir. İnsanlar düzgün əgər dini başa düşsələr, ki, dində nədən və kimdən və niyə itaət olmalıdır, niyə itaət məsələsi vacibdir, niyə Quran bizə buna təkid edib, bunu əgər insan düz başa düşə bilsə, Kərbəlanı da yaxşı başa düşər. Bir dənə misal deyim sizə, qayıdıram Quran ayəsinə. Əbəlfəzl Əbbas böyük bir şəxsiyyətdə hamınız bilirsiniz. Onun qeyrətinə qurban olun. Əbəlfəz kimi bir şəxs, İmam Sadiq əleyhissalam buyurur ki, Əbəlfəzin gəlib Əbəlfəz olmasının səbəbindən biri muti'ullah, muti'ur rəsul və zəmanəsinin imamıdır. İnsan Əbəlfəz olmaq üçün birinci nə etməlidir? Düzgün itaət eləməlidir. İtaət eləməkliyi düzgün öyrənməlidir. İtaət eləməkliyi düzgün. Nədir o? Heç vaxt siz tarixi araşdırın. Mənim burada alim qardaşlarım da buradadır. Allah onların canını sağ eləsin. Tarixi araşdırın. Əbəlfəzin rəcəzindən başqa bir dənə xütbəsini axtarın, deyin mənə. Ki, Əbəlfəz bir yerdə xütbə eləyib. Bir yerdə eləyib. Bilirsiniz, harada eləyib? Kəbə evinin üstündə. Dırmaşıb Kəbənin üstündə, orada bir dənə xütbə oxuyub. O da nə xütbəsi oxuyub? Elə ki, İmam Hüseyin və onun ailəsi, ənsarları Kəbə evin ziyarət edirdilər, həcdə idilər, təvafda idilər. Birdən hücum çəkdilər, istədilər İmam Hüseyini orada şəhadətə yetirsinlər. Niyə İmam Hüseyin ziyarətin, qurbanın hamısını Məkkəni tərk elədi, gəldi Kərbəlaya, qurbanların da orada verdi, özün də fəda elədi, özün də qurban verdi. Çünki Kəbə evi müqəddəs bir yerdir, orada qan tökülməz. Ora əmin bir şəhərdir. Vəl-bələdul əmin, Allah ona and içib, and olsun o əmin şəhərə. Kim qaçsa şəriətdə də belədir. Bir adam nə qədər də düşman olsa, qaçsa, Kəbə evinə pənah aparsa, heç kəsin ixtiyarı yoxdur, onu orada bir şey eləsinlər. Ta inki o Kəbədən neynəsin, çıxsın çölə. Gördü burada vəziyyət arıcürdü. Əbəlfəzl Əbbas çıxdı Kəbənin üstünə. Həzrət Əli əleyhissalam da bir dəfə çıxmışdı Kəbənin üstünə. Orada bu cümlələri dedi. Eynən Əlinin oxuduğu cümlələr ki, Peyğəmbəri təhdid elədilər. İstədilər Peyğəmbərə terror eləsinlər. Kəbədə Həzrət Əli əleyhissalam orada xütbə oxumuşdu. Əbəlfəzl Əbbas da çıxdı ora. Buyurdu, ey camaat, eşidin məni. Siz istəyirsiniz İmam Hüseyni burada şəhadətə getirəsiniz. Necə ki, Peyğəmbəri istədilər burada şəhadətə getirələr. Atam Əli çıxdı onların qabağına. Buyurdu ki, siz o vaxt Peyğəmbəri şəhadətə getirə bilərsiniz ki, gərək birinci Əlini şəhadətə getirəsiniz. And ola bu Kəbənin sahibinə, əgər siz istəyirsiniz sizin qılınclarınız İmam Hüseynə çatsın, gərək birinci Əbəlfəzdən keçsin. Həmişə itaətdə olub Əbəlfəz bu cür, insan bu cür itaət eləməli ilə. İtaət eləməli ilə insan iki şeyə çatır. Ki bu iki şey itaət insanı şükür əhli eləyir, işim yox. İki şey əldə eləyir. Əgər bir cəmiyyətin içində, bir şəhərin içində, bir kəndin içində, bir evin içində, bir məscidin içində əgər itaət vardısa, imamdan, peyğəmbərdən, peyğəmbərdən sonra imamlardan, imamlardan sonra olan vəli fəqihlərdən, müştehidlərdən, alimlərdən düzgün insanlar eşidib itaət eləyə bilsələr, insanların həyatı dəyişilər. Quran bizim üçün gözəl bir misal vurub. O Quran ayəsini oxuyum sizə məsələ aydın olsun. Allah Quran-ı Kərimdə buyurur, Bismillahirrahmanirrahim. Vəzrib ləhum məsələn əshabil qariyyə.
Ya Peyğəmbər sənə qəriyə əhlinin əhvalatı misal çəkin. Yasin surəsinə baxın. O qəriyə haradır? Müfəssir alimləri buyururlar ki, Allah ki, qəriyə ərəb dilində neçə dənə kəndin mənası var, kəndə deyərlər. Bir mənası da qəriyyədir, kəndin, kənd. Allah deyir ki, ya Peyğəmbər, istəyirsən sənə kəndin əhvalatın, kənddə baş verənləri, o əhvalatı danışım. Ki, mən ora 2 Peyğəmbər göndərdim. Yasin surəsinə baxın, görəcəksiniz. O 2 Peyğəmbəri yalancı çıxartdılar. Ondan sonra onları keyləmək üçün 3-cü Peyğəmbəri göndərdim. Və gəlir ayə bura çatır. Bu ayə Qur'an-ı Kərimdə 2 yerdə istifadə olunub incə fərqlərlə. Nədir o ayə? Qur'an deyir ki, elə ki biz Peyğəmbərlər göndərdik ora. 2 Peyğəmbər onu qəbul eləmədilər, 3-cü Peyğəmbər və bunlar qərara gəldilər ki, Peyğəmbərlərdən itaət eləməsinlər. Peyğəmbəri itaətsizlik və Peyğəmbəri qovlamaq və Peyğəmbəri qəbul eləməmək üçün o böyük bir şəhər idi. Bəzi müfəssirlər deyir, o şəhər Antakiya şəhəri də deyirlər ona, zamanəsinin ən inkişaf eləmiş şəhərlərindən biri idi. Hətta rivayətdə gəlib ki, o şəhərdə uca mərtəbəli binalar var idi və o binaların balkonları da var idi. Bax ha. Amma niyə Allah ora şəhər demədi, kənd dedi? Səbəb nədir? Amma həmən o şəhərə ki, onlar Peyğəmbər eşitmədilər, Peyğəmbərdən itaət eləmədilər, Allah onlara dedi ki, kənd. Amma dalıca görün nə gözəl buyurur. Və cəə min əqsəl mədinəti rəculun yəs'a qalə ya qavmi təbu'ul mursəlin. Elə ki, həmən Allahın buyurduğu kəndi ki, kənd Allah ora demişdi, bir nəfər şəhərin o başından, o tərəfindən, uzaq bir yerdən eşitdi ki, Allahın Peyğəmbərləri gəlib və vacib bildi Peyğəmbərdən itaət eləməyi. Deyirlər ki, o nəccar idi, dülgər idi, qapı pəncərə düzəldən idi. Tez əlində olan işin buraxdı, yəs'a, ləhliyə qaçdı. Allahu Ekber. Ləhliyə qaçdı. Gəldi, özün verdi Peyğəmbərlə cəmaatın arasına sinəsin verdi. Dedi, ay cəmaat, bunlar Allahın göndərdiyi elçilərdir, bunlardan itaət olunmalıdır. Siz bunlardan itaət eləyin. Düz deyiləmədilər, onu şəhid elədilər, Peyğəmbərləri öldürdülər. Amma bir dənə burada bir dənə incə bir cümlə var. O cümlə bilirsiniz nədir? Deməli, əgər bir yerdə, bir şəhərdə, bir cəmiyyətdə, bir vilayətdə düzgün əgər insanlar dini öyrənib, düzgün din mübəlliğlərindən, din alimlərindən, müştehidlərindən, rəhbərlərindən düzgün istifadə, itaat istifadəsini eləyə bilsələr, balaca bir kənd olsa Allah yanında ora böyük bir şəhərdir. Bu alimlər bir dənə də incə bir şey burada deyir. Deyir ki, kəndlə şəhərin fərqi var da bilirsiniz. Kənd ora, şəhər ora. Şəhər abadlaşmış bir dənə bir yerdir. Nuraniləşmiş, işıqlaşmış, hər cəhətdən inkişaf eləmiş bir dənə bir yerdir. Amma kənd nədir? Hamımız kənd uşağı yox. Kənd şəhərə nisbətən kənddə elə abadlıq yoxdur ki. Kənddə elə məsələn, belə elə kəndlərimiz var, büyünləri keç olan yolu yoxdur. Hə? Deməli, əgər biz Peyğəmbər və ali Peyğəmbərdən düzgün itaat eləyə bilsək, bizim kəndimiz də şəhər olar. Və bir dənə də incə mənası budur ki, Mədinə düzdür şəhər adıdır, amma Mədinə mədəniyyət sözünləndir. Yəni, orada Peyğəmbər və ali Peyğəmbərdən itaat varsa, orada mədəniyyət kültürü var. Yəni, Peyğəmbərlər bu mədəniyyəti gətirən də Peyğəmbərlərdir.
Bəs deməli, bir cəmiyyət o vaxt gözəl bir cəmiyyətə çevrilə bilər ki, o cəmiyyətdə itaət olunsun. Allah necə Quran-ı Kərimdə buyurur, Ətiullah və ətiur Rasul və ulul əmri minkum. Allah bunu belə deməyib, belə deməyib. Əgər bu bağlantı düzgün, bu zəncirvari düzgün əgər itaət olunsa, insan cəmiyyəti yaxşı bir cəmiyyətə çevrilə bilər. Tarixə qayıdıram, sözüm bitdi. Gəlin tarixə baxın. Əgər Əli ibn Əbi Talibin zamanında Əlidən düzgün itaət olunsaydı, cəmiyyət o vəziyyətdə yaşayardı. Əli 4 il 6 ay xilafətdə oldu, bir dənə yetim ac qalmadı. Özü hətta əlində çörəyi bala batırıb körpələrə verirdi. Vaxtında hamını çatdırdı. Heç kəsin də bundan xəbəri yox idi. Həzrət Əli dünyasını dəyişəndən sonra gördülər Allahu Əkbər, Küfədə nə qədər körpə var, hamısı əlində süt gətiriblər Əli əleyhissalamın evinin qabağına. Ha, bunlar hardan çıxdı, bunlar harada idi? Siz kimsiniz? Biz Əli bizim atamız idi. Bizə elə hər gecə yemək gətirən, çörək gətirən Əli imiş. Mən bu sözü bir dəfə təkrar eləmişəm, ikinci dəfə də təkrar edirəm. Bunu eşitmişəm. Alimlərin birindən eşitmişəm, belə nəql eləyiblər. Böyük bir Fransız alimi öz kitabında qeyd edib, qiyamət günü, baxmayaraq müsəlman deyir, müsəlman deyir, müsəlmançılığı da qəbul eləməyib. Sadəcə bir cümlə deyib. Deyib, qiyamət günü əgərləri bizdən, hamıdan sorğu sual olarsa, ki məndən də olacaq, mən Allahdan bir şey sual eləyərdim. Deyərdim, Allah, bu müsəlmanlar var ha, bu insanlar var ha, əlini düzgün tanıyıb, ondan düzgün itaat eləsəydilər, dünyada bir dənə tərbiyəsiz insan olmazdı. Nə İmam Həsənə imkan verdilər, nə İmam Hüseynə imkan verdilər, nə Peyğəmbər və Ali Peyğəmbər imamlarımıza imkan vermədilər. İnsanlar düz, kim itaət elədi, Ali Peyğəmbərdən məqamına baxın, siz an verəm Allaha. Fizzə xanım bir dənə kənizdir, onun məqamına baxın. Kimin evində? Fatimənin kənizi, Fatimənin evində, Əlinin evində o tərbiyəni alıb. O itaəti başa düşüb. Allah elə belə deməyib ki, itaət eləyin. Əgər insan düzgün Peyğəmbər və Ali Peyğəmbərindən itaət eləsə, həqiqi insan o vaxt insan azadlığı bilər, nədir azadlıq. O vaxt gözəlliyi bilər, o vaxt ədaləti bilər, o vaxt yaxşılığı bilər. Bu günləri düşmənin işi nədir? Düşmənin işi bizi alim və müştehidlərimizin, dinimizi bilənlərin itaətindən çıxardıb şeytanın itaətinə salmaqdır. Gecə gündüz bizim alim müştehidlərimizi təhqir eləməkdir. Halbuki siz, bir dənə də söz deyim, üzr istəyirəm, haşiyə çıxacam, amma mövzumuz elə həmən mövzuya aiddir. Siz bir dənə dünyaya baxın, hətta belə xristiyan ölkələrinə baxın, ki o alimlər ki, bu günləri adları ilə biz çağırırıq dünyada olan alimlər, hamısı dindarlar olub. Baxmayaraq xristiyan olublar. Dindar olublar. Həmən dindar olan alimlərin kəşfləridir, ixtiralarıdır. Amma bizim alimlərimiz, bizim bəyənmədiyimiz o mollalar ki, lağa qoyuruq, bəyənmədiyimiz molla dediyimiz, baxın hələ Şeyx Bəhaiyə, neçə yüz əsr bundan qabaq nə yaradıb? Amma dünya bugün həmən enerjinin dalıcadır. Bu molladır ya, Quran oxuyub, İslam öyrənib, din öyrənib. Bəyənmədiyimiz molladır. Bir hamam düzəldib, şəhər əhli o hamamdan istifadə edib, bir dənə şamla qızıb. 4 dənə qazanda, bugünkü ki, dünya bunun dalıcadılar, uranın zənginləşmək məsələsi, çoxaltmaq məsələsi, bunu həmən şiyə mollası
neçə əsr bundan qabaq 4 dənə qazanın içində bu məsələni həll eləyib. Bugün gəlirsiniz, deyirsiniz, mollaları lağa qoyursunuz. Alimləri lağa qoyursunuz, dini alimlərimizi. Bugün dünyada nə qədər elmi ixtiralara bizim İslam alimləri kəşf ediblər. Spirtindən tutmuş, nə qədər desin saymaq olar. Bunu həmən ruhani alimlər bunları ixtira ediblər. Biz bunlardan düzgün itaat eləməmişik. Bunların sözləri bizə təsir eləməyib. Necür olur dünyada bu cür olan filosofların sözləri dünyada, ölkələrdə əsər qoya bilir, təsir qoya bilir. Bizim bu boyda dünyada, bu boyda bir şəxsiyyət, o boyda bir iş yaradıb. Hələ də dünya bugün onun şokun yaşayır ki, bunu necə düzəldib. Biz onları düzgün eşitməmişik. Onlardan biz düzgün istifadə eləsəydik, bu vəziyyətdə olmazdı. Necür onların sözü bugün təsir eləyir ki, öndə işarə elədim. Necür olur, onlar səbəb olur, müharibələr yaranır, onların sözləri keçir. Çünki bizi həmişə düşmən çalışıb bizi Ali Peyğəmbərdən ayrı salsın. Bizi vilayət xəttindən ayrı salsınlar ki, biz o şeylərə çatmayaq. Dəhşətdir ya, baxın siz təsəvvür edin, orta əsrlərdə zəngli saat nədir? Saat nə gəzirdi ki, hər saatda bir dənə danq eləyə məsələn, cınq eləyə məsələn. Bu belə şey yox idi. Bunu İngiltərənin kraliçasına müsəlmanlar icad edib, düzəldib, hədiyyə olaraq göndəriblər. Və bunlar buna baxanda özləri təəccüb edir. Bu nəcür olur? Hər bir dənə saatda bu səs eləyir. Bu nətər olur? Bugün sivil dediyimiz inkişaf eləmiş, elmi, texnoloji bu qədər inkişaf eləmiş, güya mədəniyyətdə bu boyda inkişaf eləmiş alimlər oturublar, görün dedikləri sözə bax, yəqin müsəlmanlar bunun içinə cin tutub salıblar, bu da hər saatda ora vurur. Savadsızlığın dərəcəsinə baxın. İtaət bu qədər önəmli məsələdir. Bizim itaatsizliyimizdən başımıza bu gəlib. Kufə əhli neçə min məktub yazdılar İmam Hüseynə. Amma İmam Hüseynə neynədilər? İmam Hüseyndən düzgün itaat eləyə bilmədilər. İmam Hüseyndən itaat eləmədiklərinə görə də düşmən onların başına o oyunları gətirdi. İndi vuraq başımıza, gözümüzə. Süleyman, böyük şəxsiyyətlər, hanilər filanlar, hamısını bir-bir şəhid elədilər, hamısı bir-bir getdi. Niyə bu hadisə baş verdi? İtaatsizlikdən. Biz əgər rəhbərlərimizdən, müştehidlərimizdən, dinimizdən, Peyğəmbər və Ali Peyğəmbərdən düzgün itaat eləməyin yolunu öyrənməsək, bizim vəziyyətimiz çətindir. Əgər bizim cavanlarımız istəyir Əbəlfəzl Abbas olsun, gərək itaat eləməyi bacarsınlar. Bizim bugün çatışmayan cəhdimizin biri də itaat eləməkliyi bacarmırıq. Elə ki, biri bizim qulağımıza bir dənə vız-vız eləyir, bu robotsan sən, zombisən sən, niyə ondan təqlid eləyirsən, niyə ondan itaat eləyirsən? Sən heç bundan qabaq, 5 il bundan qabaq sən bilmirdin namaz neçə rəkətdir. Sən neçə il bundan qabaq heç bilmirdin ki, namazda birdən, namazda məsələn dəstəmazın pozuldu, yaxşı bunlar hardan gəlib? Bu həmən müştehidlərin öyrətdiklərdir. Amma bugün deyirsən ki, buna lazımdır. İndi hazır əlində var da, hazır əlində var deyirsən lazımdır. Bunun üçün insanlar 30 il, 50 il, 40 il, 60 il ömrün qoyub. Allah rəhmət eləsin, Azərbaycanın ən dəyərli o torpağın yetişdirdiyi şəxslərdən biri Fazil Lənkərani, Allah rəhmət eləsin. Böyük bir şəxsiyyət. Bugün məsələn bizim bu Maidə surəsinə baxın, ayə dəstəmaz ayəsi barəsində. Biz indi baxırıq, rahat şəkildə də deyirik ki, burada əyaq yumaq deyir, burada məsələn əyağa məs çəkməkdir. Bunun üçün mən şəxsən onun mübarək dodaqlarından eşitmişəm. Deyir, mən getdim, təvəssül oldum xanım Məsumiyə. Günlərlə, gecələrlə, aylar, elə belə bunlar ələ gəlməyib. Bu günləri yerindən duran 2 dənə söz bilən, əlinə bir kitab alan, düşür, başlayır neynəməyə? Dini lağa qoymağa, dini dəyərləri lağa qoymağa.
Gəlir bugün sinə vurmağa eyb tutur, göz yaşına ağlamaq harada var? Nə ağlamaq? Allah İbrahim Peyğəmbər o qədər ağladı Yusuf üçün, Yaqub Peyğəmbər o qədər ağladı Yusuf üçün, gözləri tutulmuşdu. Sən deyirsən Quranda yoxdur. Sən Quranla yaşamaq istəyirsən, həyatı Quranla qurmusan. Sən Quran bilənsən, sən sadəcə bəhanə gətirirsən. Bizi o itaat vilayət xəttini sən oradan uzaqlaşdırasan. Sən Hüseyndən qorxusan, sən qorxmasaydın körpəni niyə nəçidə qoymusan? Nə üçün Əli Əsqəri oxladılar? Niyə bir dənə körpəyə rəhm eləmədilər? Bəzən danışırıq, deyirik ki, bir körpə idi, bunun günahı nə idi? Düşmən yaxşı bilir nə eləmək lazımdır. Biz başa düşə bilmirik. Düşmən bilir ki, bu kimin ağuşunda, kimin qucağında böyüyüb. Və bu böyüyəndən sonra nə olacaq bu? Bu Əbbas olacaq, bu Əkbər olacaq, bu Hüseyin olacaq. O məsəl var, deyir, oğrunun bir şeydən xoşu gəlməz. Nədən? Bir evdə körpə uşaq olsa o evə getməz. Niyə? Çünki ağlayıb səs eləyər. Düşmən bunları yaxşı bilir. İtaətsizliyin səbəbindən gəldilər İmam Hüseyni Kərbəlada. Neçə min insan İmam Hüseynin üstünə hücum çəkdi. İmam Hüseynin balalarına rəhm eləmədilər. Əşq-i Rəvan kitabında oxudum, deyir, ravi deyir ki, hücum eləmişdilər, xeymələri yandırmışdılar. Xeymələr od tutmuşdu, yanırdı. Ravi deyir ki, bir nəfər düşmən tərəfdən ürəyi dözməmişdi, düzdür, iştirak eləmişdi, günahı var, amma heç nə eləməmişdi də, bir qaraltı yaratmışdı, günahı var. Deyir, bir rəhmə gəlmişdi, əlində bir qab su, düşmüşdü o yanan xeymələrin arasını axtarırdı. Deyir, gördüm ki, bir ətəyi yanıq bir qız uşağı qulağından da sırğasını dartıblar, qulağından qan tökülə-tökülə qaçır. Ravi deyir ki, gördüm, bu kişi də düşüb onun dalına, əlində camın içində su. Deyir, uşaq təngə nəfəs idi, Rüqəyyə təngə nəfəs idi. Gördü, dayı qaça bilmir hara qaçsın. Deyir, birdən dayandı, əllərin qoydu belinə, boynun qoydu çiyninə Rüqəyyə. Dedi, ey gələn kişi, müsəlmansan? Dedi, bəli. Dedi, əgər müsəlmansan, yəqin Quran oxuyansan, deyir, dedim ki, bəli. Ey İmam Hüseynin nazlı qızı, mən Quran oxuyanam. Dedi, sən Quranda oxumusan, Allah buyurur ki, Bismillahirrahmanirrahim, fəəmməl yetimə fəla təqhər. Sən bu ayəni oxumusan, gərək yetimlərin qəlbini sındırmayasan, gərək yetimləri incitməyəsən, mən də Hüseynin yetimiyəm. Rəhm eləmədilər. Axırda neynədilər? Gətirdilər xərabədə, körpə bir uşağın gözünün qabağına İmam Hüseynin o mübarək başını gətirdilər. O qoydu, oxşadı. O ətəyi, yanmış ətəyi ilə sildi İmam Hüseynin üzündəki o torpağı, dodağını təmizlədi. Və dodaqların qoydu İmam Hüseynin mübarək dodaqlarına, danışdı, Ümmü Gülsüm nəql edir. Danışdı, bir də gördü ki, artıq Rüqəyyə dünyasını dəyişib. Elə ki, yığışdılar, qusul versinlər, dəfn eləsinlər. Bilirsiniz, İmam Hüseynin o körpə qızın müsəlman qəbrəstanlığına buraxmadılar. Nə qədər cinayətkar insan, nə qədər azmış bir, həqiqətən də dünyada ən qorxulu, vəhşi insanın elə özüdür. Bir körpə balanı, müsəlman balası, peyğəmbər nəsli, onu qoymayasan qəbrəstanlıqda. Hələ qəbrəstanlığa qoymayasan, bir parça kəfən tapa bilmədilər, o balaca Rüqəyyə büyüsünlər, dəfn eləsindir. Ümmü Gülsüm deyir ki, qadınlardan, Şam qadınlarından bir neçəsi gəldi, qusul versinlər Rüqəyyəyə.
Elə ki daxil oldular, birdən o qəssalə, o xanım ki qusul verirdi, çıxdı çölə, dedi mən bu uşağa qusul verə bilmərəm. Dedi niyə verə bilmərsən? Dedim mən qorxuram, bu uşaqda elə bir xəstəlik var. Sonra o birisi gəldi, girdi o da ağlaya-ağlaya çıxdı. O tanıyırdı Əhl-i Beyt. Dedi Zeynəbcan mənim əllərim gəlmir. Bu körpəyə qusul verəm. Niyə? Deyir, çünki bu körpə balanın bədənində bir salamat yeri yoxdur. Qolları göydü, əyaqları göydü, kürəyində qamçı yerləri var. Və onu o yanmış öz çadrasına Rüqəyyəni bükdülər. Və bilirsiniz, indi Şam şəhərində görürsən, indi düzdür, yavaş-yavaş birləşib, o Dəməşqdə xanım Rüqəyyənin qəbri ayrıdır. Ayrı düşüb şəhərdən, qəbrəstanlıqdan. Gedənlər Allah bizə də qismət eləsin. Niyə? Çünki buraxmadılar. Allah səni and verirəm, xanım Rüqəyyənin o məzlumiyyətinə. O ki, o balaca əlinə qamçı dəyən əllərin ki açıb, babasını çağırardı, dua eləyərdi. Allah səni and verirəm o balaca qamçı dəyən əllərə. Hamımızın müşkülümüz var. Hamımızın bir dərdimiz var. Hamımızın çətinliyimiz var. Məxsus bura gələnlər, ana bacılarımız, qardaşlarım. Hamımız bu gecə gəlmişik Rüqəyyədən bir şey alaq. Allah o Rüqəyyənin əzəmətinə, izzətinə, hörmətinə xatir inşallah bizim hamımızı bu gecə bu məclisdən əlboş yola salma. Və bütün maddi və mənəvi müşkillərimizə fərəz cinayət elə. Allah bizi vilayət xəttindən ayrı salma. Allah bizim aqibətimizi xətmi bi xeyr elə. Allah bizim bu gözəl məclisimizi qəbul olunmuş məclislərdən hesab elə. Allah biz bunu bacardıq. Allah biz gəldik Rüqəyyə məclisinə. Az da olsuq, qəmli də olsuq, amma tək qoymadıq, gəldik. İnşallah Allah bu xatirə, bu şəhadətə, bu əyyama, bu günah xatir inşallah bizim də günahlarımızın üstündən əfvi qələm çək inşallah. Allah zindanda nahaq yerdə olan alim mömin qardaşlarımız var, onları izzətlə azad elə. İlahi Pərverdigara, qərib yerdə dünyasını dəyişənlərimizi İnşallah qəriq rəhmət elə. O valideynlərimiz ki həyatdadırlar, onların canını sağ elə. O valideynlərimiz ki dünyasını dəyişiblər, onları qəriq rəhmət elə. İlahi Pərverdigara, bu günə kimi bu məclislərdə, Əhl-i Beyt məclislərində ehsan elədilər, maddi, mənəvi xidmət elədilər. Və bu gün də ehsan elədilər və həmişə ehsan eləyirlər. Bu Hüseyniyənin köməliyinə Allah hamılarından ali dərəcədə qəbul elə. İlahi Pərverdigara, bizim axırıncı Rüqəyyə məclisimizi qərar vermə bizim üçün. Allah gələn illərdə bu məclisləri keçirtməkliyi bizim cəmaatımıza nəsib elə. İlahi Pərverdigara, Ərbəyin ziyarəti gəlir. Bizi həqiqi Ərbəyini başa düşüb və o ziyarət eləməkliyi hamımıza nəsib elə inşallah. Bu dualarımızın, məclisimizin inşallah ali və əhsən dərəcəyə çatması üçün Peyğəmbər və ali Peyğəmbərə salavat zikr edir.